İmam Musa Kazım əleyhissalam buyurur: Rəcəb behişdə bir çay adıdır ki, süddən daha ağ, baldan daha şirindir. Rəcəb ayı bir behişdə olan bir çayın adıdır. Rəcəb ayı bir çaydır. Bizlər gəlib o çaya girib, bu ayda o çayın içində üzüb, paklanaraq, təmizlənərək, o çayın hər mənada xüsusiyyətlərindən, keyfiyyətlərindən bəhrələnərək çıxa bildik. Deyir, Rəcəb behişdə bir çay adıdır ki, süddən daha ağ, baldan daha şirindir. Bu səbəbdən hər kəs ki, Rəcəb ayında bir gün oruç tutar, Allah Taala o çaydan ona içirdər. O nədir biz bilmirik. Biz başa düşə bilmərik ki, süddən daha ağ, baldan daha şirin. Yəni bu o deməkdir ki, ən şirin balsa bu ondan daha şirindir. Bu o deməkdir ki, ən ağ süddürsə bu ondan daha ağdır. Rəcəb ayında bir gün adam oruçda, Allah Taala o çaydan ona içirdər. Niyə ki, ləyaqətə olar o çaydan içməyə? O çaydan içmək üçün gərək o çayın içilmə durumuna, içilmə ləyaqətinə çataq inşallah. İmam Musa Kazım əleyhissalamdan yenə də buyurulur: Rəcəb bir əzəmətli aydır ki, Allah Taala o ayda yaxşı əməlləri neçə dəfə artırar və günahları o ayda məhv edər. Biz hər kəs ki, Rəcəb ayında bir gün oruç tutsa, cəhənnəmdən bir illik yol miqdarında uzaqlaşar. Və hər kəs o ayda 3 gün oruç tutsa, behişt ona vacib olar. Bunlar mübaliğə deyil, bunlar nə var odur? Adam var, futbol yarışlarına görə gedir, təzə televizor alır. Ki, mən bu il Avropa çempionatı olacaq, gərək təzə televizorda baxın. Hazırlaşır. Şu müziği o ayrı məsələ, yaxşıdır, pisdir, onun misal müzakirəsini. Amma bu Avro çempionatdakı yarışlara baxmaq üçün hazırlıq görür. Televizor alır. Qoxu Məğrəbiyə zada deyir, məni o vaxt narahat eləməyin. Oturur, baxır, evdə başa salıb ki, o vaxt mənə mane olmuyor. Suyunu, çayını, hər şeyini tənzimləyir. Nə bilim, bayraq zad alır, hazırlayır ki, bizdən qələbə çalanda çıxardım bunu bayrağa və s. və s. və s. və s. Adam hazırlaşır. Hətta Avropa çempionatındakı futbola baxmağa insanlar hazırlaşır. Hətta buna hazırlaşır insanlar. Ya paraddır. Parad olacaq, buna nə qədər bir neçə həftədə qabaqdan hazırlaşırlar, 10 eləyirlər, bunu eləyirlər. Hazırlıq görülür. Yaxşı. Mənəvi işlər bundan əslində artıq hazırlıq tələb edən məsələlərdir. Mənəvi işlər bundan artıq hazırlıq tələb edən işlərdir. Adam indidən bir hazırlaşa ki, nə olacaq, necə olacaq, nə aydır bu, nə üçündür bu, bir gün eləsəm nə olur, 3 gün eləsəm nə olur, başqa nə var, nə yox burada, bu nə məsələdir, o nə məsələdir və s. və s. və s. Rəcəb ayı bir əzəmətli aydır ki, Allah Taala o ayda yaxşı əməlləri neçə dəfə artırar və günahları o ayda məhv edər. Biz hər kəs ki, Rəcəb ayında bir gün oruç tutsa, cəhənnəmdən bir il yol miqdarında uzaqlaşar və hər kəs o ayda 3 gün oruç tutsa, behişt ona vacib olar. Bu İmam Musa Kazım əleyhissalamdan deyil. Həzrəti Əli əleyhissalamdan buyurulur: Hər kəs Allaha xatir Rəcəb ayında sədəqə versə, Allah Taala onu o cür ikram edər, o cür əzizləyər ki, nə göz görüb, nə qulaq eşidib, nə də bir insanın qəlbinə daxil olub, xəyalına gəlib. Bir də Əmir əl-Möminindir. Deyir, hər kəs, Əmir əl-Möminin özü də bu məsələnin zirvəsidir də. Ayə hətta nazil olub bununla bağlı bunlarla. Bir ailəvi bunlar bunun bir növ mistaqlarıdır. Sədəqə vermənin və bu kimi məsələlərin. Deyir, hər kəs Allaha xatir Rəcəb ayında sədəqə versə,
Allah Taala onu o cür ikram edər, o cür əzizləyər ki, nə göz görüb, nə qulaq eşidib və nə də bir insanın qəlbinə daxil olub, yəni xəyalına gəlib. Bu da belə. Yəni bu ay həm oruç tutma ayıdır, həm yaxşı işlər görmə ayıdır. Hər nə insan bəndəliyə aid işlər var bu ayda görə daha çox bərəkəti var. Daha çox gücü var. Daha adam var deyir, mən bir tövbə eləyirəm, alınmır, mən bacarmıram, bu aya gücü versin. Bu ay o aydır ki, bu ayda çox məsələlər üçün imkanlar var, fürsətlər var. Bu ayın özünə məxsus bir çox mövzuları var ki, inşallah Allah lütf elədikcə də toxunacaq, amma bir neçə məsələləri bu başdan deməyə sözsüz ki, ehtiyac var. Rəcəb ayının ilk gecəsi xüsusi dua eləmənin tövsiyələri var, xüsusi dualar var ki, onlardan da biri budur ki, Rəcəb ayının, Şaban ayının, mübarək Ramazan aylarının fəzilətlərinin insana əta edilməsini istəmək. Adam Rəcəb aya girməmiş, Allahdan istəyə, Allahdan diliyə, deyə mənə bax bu aylarda olan məsələlərdən bəhrələnməni nəsib elə. Necə qarşılayacaq ayı o cürdə dalı gedəcək. Rəcəb ayının ilk cüməsinin gecəsi, yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə Leylətül Rəğaib adlanan bir gecədir. Gələn həftələrdə danışarıq o haqda ki, bu gecənin ibadəti var, duaları var, özünə məxsus rəvayətləri var bu məsələlərin. İndidən onu hazırlaşa ki, nə vaxtda düşür Rəcəb ayının ilk cüməsinin gecəsi? İndidən hazırlaşa, gecəsini oyaq qala, ibadətini eləyə, bəndəliyini eləyə və bu kimi. Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olur. Adam var, oruç tuta bilmir. Xəstəliyi var, yaydır, bir çətinlikləri var və s. Amma bu məsələ ki, çox rahat mövzulardandır. Allah inşallah nəsib eləsə. Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar. Bir adam var, bu şeylər deyir ki, bu adam, bu məsələlər o adamlar üçündür ki, iman əhlidir. Rəcəb ayı nədir başa düşür, istəyir hər bir cəhətindən faydalansın. Adam var ki, məsələn, bayaq ki, futbolu çəkək nümunə. Bu, filan komandanın oynayan oyuncularını yox, oynamayanlarının atalarını tanıyır. Neçənci il nə inəyiblər, harda olublar, nətər olub, nə. Şimdi bu maraqdır da, insanların maraqları bölünür. Bir İslami kimliyə də aidiyyəti olsa, bir hər mənada bir faydalılığı olsa, istirahət ruhiyyəsi olsa bir aydın. Amma məsələ budur ki, bu məsələlər insan öz mənəviyyatına, öz ruhiyyəsinə, öz vəziyyətinə, öz axirətinə, öz aqibətinə aid olan məsələlərə bu qədər yanaşmağı daha da deməli önəmlidir. Rəcəb ayının əvvəli, orta və axır günlərini qüsl almaq müstəhəbdir və bu əməl günahlarının bağışlanmasına səbəb olar. Rəcəb ayının bütün günləri oruç tutmaq müstəhəbdir və günahlarının bağışlanmasına səbəb olar. Hər kəsdə qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər. Kimi bir gün, kimi 3 gün, kimi biraz çox və bu kimi. Rəcəb ayında ən azı 3 gün oruç tutmağın çox böyük fəziləti var. Biz bir rəvayətlərdə bir günə də toxunduq. O kəslər ki, Rəcəb ayında oruç tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər imkanları çərçivəsində. Oruç tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar əvəzində zikr desinlər. Bunlar müxtəlif rəvayətlərdə, müxtəlif tövsiyələrdə cəmləşmiş məsələlərdir. Rəcəb ayında məsumların mübarək hərəmlərini ziyarət etməyi böyük fəzilət var. Da imkanı yoxdur, öz vətənimizdə ziyarətgahlarımız var. Bunlara getsin, ziyarət eləsin. Rəcəb ayında tövbə və istiğfar etməyin və təhlil, yəni la ilahə illallah deməyin böyük fəziləti vardır. Bu ay tövbə ayıdır. Bu ay istiğfar ayıdır, bağışlanma diləmə ayıdır. Bu ay o aydır ki, nə qədər adam bacarır la ilahə illallah deyə.